Salam əziz soydaşlar, yenə Allahın yaratdığı fürsətlə sizin sərəncamınızdayım. Bugünkü dövrün, bugünkü həftənin, bugünkü günün cari hadisəsi nə qədər qəribə də olsa, hələ ki o Şah İsmail Səfəviyə olan hücumlardır, söz yox, səngiyib, amma sanki o məsələnin aktörləri, aparıcı oyunları Şah İsmail Səfəviyə qarşı olan hücumları yeni mərhələyə, yeni aranjmana keçirdiblər və əsas hədəf də Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyidir. Siz fikir verirsinizsə, Azərbaycan dövlətinə müxtəlif yerlərdən hücum var. Heç yerdə 10 milyon cəmiyyətin dövlətinə belə hücumlar yoxdur. Əslində 10 milyon cəmiyyəti olan dövlətlər sayca o qədər də az deyil. BMT üzvü olan 200 dövlətin içərisində yarıya qədəri təxminən belə dövlətlərdir. Əlbəttə 50 milyon cəmiyyətin dövləti də belə deyək ki, nadir hal deyil. Misal üçün, tutaq ki, Qazaxıstan boyda ərazisi olan dövlət, İndoneziya boyda ərazisi olan dövlətlər misal üçün də, yəni bunlar belə deyək ki, yəni çox nadir hallardadır. Amma 10 milyonluq cəmiyyətin dövlətini 50 milyonluq cəmiyyətin dövləti kimi qəbul edib, ona həm pozitiv mənada yanaşma olsun, həm təzyiq olsun, bu yeganə dövlət belə vəziyyətdə, yəni Azərbaycan dövlətidir. Əslində, Azərbaycan çoxdan 50 milyon cəmiyyətin dövləti kimi görünür, amma biz sadəcə bu məsələni belə deyək, o qədər də aktuallaşdırmaq və yaxud bunun üzərində təbliğat qurmaq, bunu çatdırmaq, belə deyək, fikrində deyildi və davranışımız da o istiqamətdəki davranışımız da şuurluydu. Amma indi İrana qarşı müharibə başlayandan sonra hətta bəzi ekspertlərin, bəzi siyasilərin, bəzi dövlətlərin davranışını tədqiq edəndə Azərbaycanın hətta çox böyük ərazi və 70 milyonluq əhalinin dövləti kimi göründüyünü başa düşmək olur və təzyiqlər də məhz bu istiqamətdədir. İndi də bəlli olur ki, Şah İsmail Səfəvi ilə bağlı hücumun əsas aktoru, əsas mənbəyi İrandan qayğılanır. El arasında məsəl var, xüsusən bizdə, elə İranda və Azərbaycanda deyir, cəhənnəmə gedən yoldaşın çox istər, İran ölüm ayağındadır. Çünki İranın indiki davranışı da göstərir ki, İran vəziyyətdən düzgün çıxış yolu tapa bilmir. İndi qlobal və yaxud qlobal miqyası və yaxud Fars körfəzi ərəb ölkələri ilə, Pakistanla, Türkiyə ilə münasibətlərini qoyuram qırağa, amma elə Azərbaycanla münasibətində anlaşılmaz şeylər çoxdur. Yəni, ən azı Xariclər Naziri Əraksinin bugün Pezeşkiyanın İlham Əliyevlə telefon danışığı barədə çox detallı məlumat verməsi elə həm İranın, mən şəxsən belə hesab edirəm, və İrandan da daha çox yeri gəlsə bizim başımızın ucalığıdır. Yəni, Əraksinin dediyindən belə alınır ki, İlham Əliyevi dron hücumundan sonra İrana qarşı qoyduğu qadağaları aradan qaldırmaqdan ötürü bütün şirin dilini işə salıb. Bütün şirin dilini işə salıb. Və İlham Əliyev də bunu nəzərə alıb. Bu gözəl bir şey. Amma axı, indi Azərbaycanın İranla münasibətlərində rola və yaxud gələcəkdə görüləcək işlərə aid heç bir əlamət yoxdur. Əksinə, bəlkə də müəyyən qədər negativlik var. İranın Yol və Şəhər Salma Naziri Firuzə xanım Sadiqi, yoxsa Fərizə xanım Sadiqi, yəni Rəşd Astara dəmir yolu üçün torpaq alınıb, amma hələ bu torpaq təsdiqlənməyib. Yəni, o dəmir yolunun tikilməsi İranın Ali Milli Təhlükəsizlik Şurasında təsdiqlənməlidir. Yəni, Rəşd Astara dəmir yolunun tikintisini biraz da geriyə atır. Ərakçı isə belə danışır. Qəzvin
Rəşd dəmir yoluna Azərbaycan 600 milyon dollar investisiya qoydu və dərhal da çəkildi. İran sonra dayandırdı. Azərbaycana müraciət edən kimi dərhal Qəzvin Rəşd Astara dəmir yoluna da Azərbaycan 500 milyon dollar vəsait ayırdı. İran o vaxt yubatdı, bu layihəyə razılıq verdi. Artıq Amerika sanksiyaları bancıların belin qıran dövrü idi. Azərbaycanın hansı bancı onu keçirsəydi, Azərbaycanın həmin bancı o cümlədən ümumilikdə Azərbaycanın bank sektorunu Amerika məhv eləyəcəkdi sanksiyaları ilə. Əvəzində nə aldı? Yubatmağın hesabına indi Rusiyadan 1,6 milyar dolları kredit cəlb eləyib. Bunun 1,3 milyar dolları birbaşa kreditdir. Amma 300 milyon dollar isə İran güya özü qoyacaq. Fərizə xanım Sadiq biraz da yubadır. Neynəmək istəyir? Ya çəkmək istəmir, bunu açıq desin. Ya da əlavə də hadisə bir 2 milyard dollara, 5 milyard dollara çıxardacaq. 1 milyard dollarlıq Şimal-Cənub dəmir yolu marşrutunun Ermənistan üzərindən çəkilməsi İrana 1 milyard dollara başa gələcəkdir. O qədər yubatdı. Tək bizlə deyil, İranın pulu yoxdur. Ermənistanla da Şimal-Cənub dəmir yolunu o qədər yubatdı. 5 milyarda çıxdı. Axırda İran dedi, mən çəkmirəm, pul vermirəm. Mən ancaq öz ərazimdə olan 65 kilometri çəkəcəm. Yəni, əgər Əraqçı Pezeşkiyanın şirin dillə İlham Əliyevi yola gətirdiyindən danışırsa, Azərbaycanla ortada iqtisadi əlaqələr olmalıdır. Xəzər dənizinin statusu İran parlamentindədir. O dəfə dedim sizə nələr danışılıb. Eşidirsinizmi? İndi ən azı İran elə vəziyyət yaratmalıdır ki, Azərbaycan o Ruhaninin dövründə imzalanmış müqaviləni işləyərkən, dövriyə buraxarkən ABŞ sanksiyaları heç cürə təsir etməməlidir. Yəni, faktiki, formal olaraq İran özündə saxlamalıdır müqavilələri, amma tam işləmək gücünü, hüququ, digər prosedurları Azərbaycana həval eləməlidir. Azərbaycan ancaq pul ummalıdır, pul gözləməlidir. Və yaxud İranın Ali Milli Təhlükəsizlik Şurası hələ vaxta qədər susub. Yəni, Pezeşkiyanın səlahiyyətləri artırılanda Ali rəhbər tərəfindən Möhsün Rızayı da ora keçdi. Bu qaçan Azərbaycanlıdır, məndə olan məlumata görə. Mən Azərbaycanlı bilirəm, amma sapı özümüzdən olan baltalardandır, özümüzü qamçılayanlardandır. Və bu kontekstdə mən qayıdıram İranın o Şah İsmail Səfəviyə olan hücumlarında İranı əsas aktor hesab eləməyimə. 28 fevralda İsrail ABŞ-ın İrana müharibəsi başlayandan 2 gün sonra İsmail Bəqai Sünni-Şiə müharibəsindən danışdı. Da şiələri qırırlar. Sünnilər şiələri qırır. Mövzuna görə inkişaf eləmədi ki, Ərəb dövlətləri öz dininə hörmət elədilər. Ərəb dövlətləri, Fars körfəzi Ərəb dövlətləri müdrik oldular. Ona görə İranın o avanturası, bəlkə də savasızlıqdan, məlumatsızlıqdan irəli gələn avanturası işə keçmədi. İndi, hazırda bu axırıncı aşirədə sanki elə bil Erdoğan hökuməti onu bildi. Gördünüz, Türkiyədə aşirə necə keçdi? Təşkilatçı Türkiyə cəfərlərinin lideri Səlahiddin Özgündüz idi. Amma orada Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz geniş məruzə elədi. Nə qədər şirin, nə qədər həqiqət danışdı. Sanki Türkiyə vəziyyəti bilir və şiəli ilə bağlı qabaqdan gələn problemləri gözləyir və Erdoğanın komandası şiəliyi xilas eləməyə hazırlaşır. Söz yox. Azərbaycan, mən sizə deyim, bizim də hökumətin o dövrdə indi bizim dini komitə və yaxud Qafqaz müsəlmanları idarəsi açıqlama verəcəklər, verməyəcəklər mənim bilgim daxilində olan məsələ deyil. Eşidirsinizmi? Amma yəni mən tədqiqatçı kimi ölkə prezidentinin şiəliyə doğru, İranın o addımından sonra şiəliyə doğru pozitiv addımlarını gördüm. Və sizə də deyirəm bunu. Yəni ki, əgər şiəliyə İran
çalışırdı ki, o cəhənnəmə gedən yoldaşın çox istəyir, bayaq dedim, İran da çalışırdı ki, elə olsun. Başa düşdün? Azərbaycan və yeri gəlsə Azərbaycan prezidentinin gördüyü iş publik işıqlandırılmadı. Yəni, burada da qəbahət bir şey yoxdur. Ölkə prezidentinin çoxlu işləri var ki, publik işıqlandırılmır. Cövdət Yılmazın Türkiyə vitse-prezidentinin bəyanatı tam yayıldı. O cümlədən mən elə bu televiziyada da, bu media qrupda da o barədə danışdım. İndi Şah İsmail Xətaiyə təriqətçilik mövzusunda hücumun yeni spektrləri var, yeni şaxələri var. Bunlar da Türkiyədə yaranmayıb, bunlar İranda yaranıb. İran bir tərəfdən özünün adamlarına, ona istinad eləyənlər, ali rəhbərin və yaxud Əlləşbər vilayətinin Şah İsmail Xətai haqqında əks argumentlərini, əks fikirlərini ortalığa qoyurlar. Amma İran dözür. Amma yada salmırlar ki, Əlləşbər vilayəti təxminən 5 il bundan qabaq Seyid Əli Xamneyinin müşavir statusunda Azərbaycanlıları İranda imtiyazlı millət adlandırdı. Niyə? Çünki Şiəliyi hakimiyyətə gətiriblər. Söz yox, İranda Şiəli bugün bərbad gündədir. Yəni, o vilayəti fəqih prinsipi ilə Şiəliyin başına açılan oyun Həzrət Əlinin yaratdığı, eləcə də sonradan Şah İsmail Xətainin davam elətdirdiyi Şiəliyin tamam ziddinədir. Mən gözləyirəm inşallah. Söz yox, İranda əhali, Farsı olsun, Azərbaycanı olsun, digəri olsun, Şiəligə çox konservativ münasibətlədir. Eləcə də İranda elə yeri gəlsə təriqət mövzusunda Şiəliyə qarşı təzyiq kimi çoxdandır. Yeni ideya ortalıqdadır, onu da gündəliyə atıblar. Güya Şiəliyin, dünyada olan Şiəliyin cəmi sayı 120-150 milyon nəfərdir. Amma təkcə Hənəfilərin sayı 1 milyard nəfəri ötüb. Düzdür. Və bu Fars Firdovsi ruhunda tərbiyə alan Fars millətçisi belə hesab eləyir ki, gərək türklər, Hənəfilər özlərini Farsların Hənəfi təriqətinin yarası Noman İbn Sabitin müridləri hesab eləsinlər. Çünki İmam Cəfəri Sadiqin şagirdi olub və Hənəfiliyin də banisi bu Farsdır. Amma mən elə o Türkiyədəki radikallara demək istəyirəm, çox asanlıqla onlara cavab vermiyorlar. Çox radikal bir qrup Türkiyədə sünnilər çox radikal şəkildə Şiəliyin üstünə düşüblər. Amma əsas mövzu və yaxud qabaqdan gələn təhlükəni görmürlər. Numan İbn Sabitin İranın konkret Fars regionlarından olmamasını nəzərə alsınlar. Əfqan mənşəlidir. Əfqan ərazisində Bəxtləndimi, Kabildəndimi, həmin ərazilərdə Azərbaycanlılar da olub. Bunu elə Azərbaycanlı da demiyorlar. Numan İbn Sabiti bizim əli, qolu, beyni geniş Türkiyədəki o radikallarımız, Şiəliyə radikal baxımdan hücum çəkənlər bunu əsaslandırsınlar ki, bu da elə Şah İsmail Xətai kimi Azərbaycanlıdır, türkdür, türk kökənlidir. Eləcə də İrandaşlara da demək istəyirəm ki, yəni əgər Şiəlik bu qədər sınaqdan çıxıbsa, vallasın da başına nə oyun açmağından asılı olmayaraq bu sınaqdan da çıxacaq. Amma İranın Azərbaycan dövlətçiliyinə, Türkiyəyə, Şah İsmail Səfəviyə hücumu müasir mərhələdə tək bundan ibarət deyil. Tək bundan ibarət deyil. Fikir verin, indi Azərbaycanda müəyyən qədər də Türkiyədə. Əlbəttə, çox güclü dırnaqarası mütəxəssislər yerləşdiriblər, Türkiyədə yetişdiriblər, Türkiyədə. Elə saxtalaşdırırlar, Allahdan gəlmədi elə bil. Bunların saxtakarlığı, bunların Azərbaycanlı qanuna susaması, Azərbaycanlı olasan, öz milləti və bu qədər nifrət edəsən, bunları anlaşılmır.
Şah İsmail Xətaiyə dediyiniz hansı nöqsan Osmanlı sultanlarının sarayında baş verməyib. Bax, Şah İsmail Səfəviyə dediyiniz, onun şahlığı dövründə, onun övladlarının şahlığı dövründə baş verən hansı qırğın, hansı saray, hansı ölüm, hansı dirim olub, o Osmanlı sultanının sarayında olan. Bir də mənim bu sualıma cavab verin. Bax, bircə bu sualıma cavab verin. Ay Allah'ı danmışlar. Bu qədər millət arasında, iki qardaş xalq arasında qırğın salmaq olar. Dünya Türk dövrü olub. Türklər də hamısını bir-birini qırmaqla məşğul olublar. Birliyi yaratmaqla məşğul olmayıblar. Eşidirsinizmi? Bəs niyə Osmanlı parçalandı? Necə dağılmışdısa, o qaydada da parçalandı da. Biraz uzun dövr çəkdi. Biz də qürur duymuşuq ki, 602 il ömrü olub, dünyada ən uzun imperiya olub. Amma siz belə davranışınızla ümumilikdə dünyadan o Türklərin bütün gördüyü işin üstündən xət çəkmək yolundasınız. O cümlədən Gülənçilər də. O cümlədən Gülənçilərin də davranışına bu qayda fikir verirlər. Həzrəti Peyğəmbəri görən, ondan ilhamlanan, ondan ruh alan adamlar üç təriqət yaradır. Əhl-i sünnə, xəvaric və şiəlik. İndi bir qrup Gülənçi və yaxud başqa təriqətçi çıxıb ortalığa deyir, yox, Həzrəti Peyğəmbərə birbaşa bağlılığı olan adamların yaratdığı təriqət səhvdir. Ondan 1400 il sonra Çoban Fəthullah Gülənin yaratdığı Gülənçi təriqət düzgündür, elmdir, müasirdir, modernizmdir. Ağlınız var sizin, bir məntiqlə fikirləşin. Nə olsun Peyğəmbər çoban olub? Allah özü biləndir. Allah bir dənə çobanda da yetişdirdi. Həzrət Peyğəmbər. Keçən yazımda mən müəyyən qədər məsələnin üstünə gəlmişəm. İndi də İran çalışır ki, bütün bunlardan istifadə edib, Türkiyənin üstünə, Azərbaycanın üstünə, Azərbaycanla Türkiyə arasında çaşqınlıq yaratmaqla, əhali arasında əhalinin məlumatsızlığından istifadə edib, çaşqınlıq yaratmaqla, deyək ki, misal üçün, güya Türkiyə, İran, Azərbaycan qardaş olacaq. Qəribədir. Türkiyə prezidenti Erdoğan 28 fevral müharibəsi başlanmışdan qabaq vasitəsili təşəbbüsünü irəli sürdü və ABŞ qəbul elədi. Kim pozdu? Nurəddin Şirinin dəstəsi, Qüds telekanalının, Türkiyədə olan Qüds telekanalının rəhbəri. O birbaşa o vaxt İranın ali rəhbərinə bağlı idi. Radikal şiələr, Türkiyədə təkcə radikal sünnilər yoxdur, radikal şiələr də var. Radikal şiələr gündə 3 gün səhv eləmirəmsə ABŞ səfirliyinin qabağında, konsulluğunun qabağında miting keçirməklə Türkiyə-ABŞ-ın arasında münasibətləri korladılar. ABŞ Türkiyənin vasitəsilə imtina elədi. Çünki İran imtina elətdirdi. İndi buyurun, müharibə başladı. Türkiyənin vasitəçiliyində İsrail İrana qarşı hücum eləyə bilməzdi. Çünki Türkiyə bilirdi ki, İsrail bilirdi ki, Türkiyə ona hücum eləməyə hazırlaşır. Bəhanə axtarır. İran İsraili müdafiə elədi. Yadınızda bir şey saxlayın. İran yeganə dövlətdir ki, İsrailə öz ərazilərini bombalamağa icazə verib. 2005-ci ilin payızın yadınıza salın. 3 gün İsrail təyyarələri İranın bütün nüvə obyektlərini, vacib strateji obyektlərini vurdu. Bir dənə standartdan, razılaşmadan kənara çıxdı, partisini də vurdu. İran, İsrailə öz arasını bombalamağa icazə verdi. Yəni, İranda siz İsrailə sevgiyə baxın. Bu mənim üçün sir deyil. İran istəyir ki, sadəcə İsrail Türkiyədən də, Azərbaycandan da əl çəksin. Əzəli əbədi İranın dostu olsun. İranın çalışdığı budur. İranda verilişləri var, İsrailin hökümdarlarını göyə qaldıran. İkinci Dünya müharibəsi ilə bağlı İran filmlər çəkir. Hitlerin nəzərəsinə Yahudiləri Almaniyada təbliğ eləməklə Yahudilərə qarşı hücumu pisləməkdən bəhs edən film çəkir. İran niyə bu? İşləyirsinizmi? İndi də İran
Ərbilə hücum eləyir. Ərbildən bir dənə güllə gəlməyib İrana tərəf. Süleymaniyə hücum eləyir. Misrə hücum elədi. Misir həmişə barışıqla məşğul olub. Ərəb dövlətlərinə hücum eləyir. Güya ABŞ-ın hərbi bazaları var. Amma elə ABŞ-ın ən böyük hərbi bazası İsraildədir. İsrail özü bütövlükdə ABŞ-ın hərbi bazasıdır. Eşidirsinizmi? Ona ateş açmadı. İsrail'e ateş açmadı. İsrail'in bütün qüvvəsi yerindədir. Hasan da desən, İranın üstünə qalxacaq. Mən gözləyirəm, elə yaxında ABŞ-la bir yerdə qalxacaq. Sadəcə indi ABŞ 3 dövlət, Türkiyə, Pakistan, Səudi Ərəbistanın yaratdığı koalisiyanı ölçüb biçir. Ona görə KXD-lə əməkdaşlığa gedir. Ona görə Çinlə görüşür, Çinin vəziyyətini öyrənir. ABŞ fikirləşir ki, bu yeni hərbi alyans ABŞ-ın İrana qarşı müharibəsində hansı mövqedə dayanacaq? Bunu fikirləşir. İsrail hücum eləyəcək. ABŞ İsraillə bir yerdə İrana hücum eləyəcək. Sadəcə İranın ağlında ancaq anti-Azərbaycançılıq, ancaq anti-müsəlmançılıq deyə İran bunu dərk eləyə bilmir. İran müsəlmanı bombalamaqdan Allah göstərməsin, bilə təşbih, narkomanın narkotikadan aldığı ləzzət qədər ləzzət alır. Ona görə Ərbil'i bombalayırdı. Ərbil'də nə var? Süleymaniyədə nə var? Və yaxud Misir niyə? Eşidirsiniz mi? Yəni məqsədi mən elə başa düşürəm. İranın hal-hazırda əsasən işlədiyi coğrafiya bu Səfəvi hakimiyyətinə qarşı başladığı oyunla Türkiyədən də müəyyən qüvvələri qoşa bilib. Həm Türkiyədə vəziyyəti gərginləşdirmək, eşidirsinizmi? Ələviləri bu qaydada prosesə qatır. İran üçün fərqi yoxdur. Ələvilər İranı sevərəkdən Türkiyənin üstünə qalxacaqlar, ya acıqdan qalxacaqlar. İrana bunun dəxli yox. O cümlədən Azərbaycan da yeri gətirək. Bəlkə də Azərbaycanda Trump İranda rejimi dəyişmək istəyir. Bəlkə İran yenidən öz rejimini qurmaq istəyir başqa bir qonşu dövlətlərin birində. Belə niyyəti də ola bilər. Ona görə bizdə, o bayaq dedim, Həzrəti Peyğəmbərə bağlı adamın qurduğu təriqəti geri zeyinlik hesab edib, özü gəlib parlamentdə dini işlər komitəsində oturub, Fəthullah Gülənçiliyi 1400-dən sonra Çobanın yaratdığı sektanı isə ən modernizm hesab edib. Bunlar İranın yemidir. Belənçilər İranın yemidir. Ona görə təbii ki, yəni bizim cəmiyyət çox diqqətli olmalıdır. Və mən elə başa düşürəm, biz elə bu istiqamətdə işimizi də qurmuşuq, elə başa düşürəm, inşallah proseslərin bu kənara çıxmasına və yaxud bacardığımız qədər proseslərin normal məcradan çıxmasına müqavimət göstərəcəyik. İran bizim üçün vacib dövlətdir. İrandan gələn bütün negativlikləri neytrallaşdırmaq, İrandan gələn pozitivləri isə inkişaf etdirmək üsulunda davranışımız bu istiqamətdə olmalıdır. Allah Məsud Pezeşkiyanı İran prezidenti yerində çox uzun müddət bərqərar eləsin. İlham Əliyev, Pezeşkiyan dueti Azərbaycan mərkəzçiliyi bütün bu regionda bərqərar eləyəcəklər. Eşidirsinizmi? Bərqərar. Görürsünüz? İndi üzr istəyirəm, elə şeylər var. Ən azı dünən sırağa gün Rusiya mətbuatında Azərbaycana qarşı olan hücumlar, İranın da bəlkə də orada rolu var. Nə qədər Azərbaycan prezidentinə hücum var. Bunlar hamısı nədən sonra idi? Əvvəldən ümumiyyətlə belə idi. Naxçıvanda ölkə prezidentinin verdiyi açıqlamalar tək Azərbaycanı yox, onun ayrıca götürülmüş bir hissəsinin regional proseslər Suriyə qədər, İordaniya qədər və bu tərəfdən də Avropaya qədər, eləcə də Mərkəzi Asiya regionda rolunu açdı. Naxçıvan yetişir, mərkəz kimi yetişdirir. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan həm Zəngəzur, Şərqi Zəngəzur, həm Qarabağla birlikdə hesab edin birləşdiriləcək və bu ideya köhnə ideyadır.
ideya değil. Eşidirsinizmi? Bu ilə həm də İranla əlaqəli gedən proseslərin tərkib hissəsidir. Mən bayaq dedim, ölkə prezidentinin elə işləri var, onlar publiklik qazanmır, publiklik əldə etmir, amma iş gedir. Bu barədə də siz inşallah biraz keçəndən sonra məlumatınız olacaq. Allahdan ömür istəyirəm, elə özüm məlumat verirəm. Nəhayət, bəzi bu son dövrlərdə gedən televiziyalarda bəzi suallar çıxdı. Mənlə bağlı, mən yəni elə bu televiziyada danışmışam, indi də götürüb baxa bilərlər. Mən orada Fazıl Qəzənfəroğlu haqqında heç bir təhqirli fikir işlətməmişəm. İndi də işlətmə fikrim yoxdur. Amma mənim anladığım odur ki, o parlament komissiyasının sədri, Azərbaycanın xalq hərəkatında iştirak eləmiş adam özündən tərbiyəsizliyi, eləcə də söyüşü özündən xeyli uzaqlaşdırmalıdır. Bunu mən demirəm. Məndən qat-qat hörmətli şəxslərin o polemikaya niyə qoşulmadığı suallarına verdiyi cavablar göstərir. Mən birinci dəfə də elə mübahisəyə qoşulurdum. İşləyirsinizmi? Mən deyə bilərəm sizə. 3 oğlum var. 3'ü də hərbi xidmətdə olub. Böyük oğlum işğal dövründə Ağdamda xidmət edib, 3 ay Quzanlıda oldu. O oğlumun yatdığı kazarma ilə Erməni səngərinin arasında 1200 metrə məsafə var idi. 9 ay ərzində mən dəfələrlə dövlət tədbirlərində Müdafiə Naziri Səfər Əbiyevlə rastlaşmışam. Üzmə baxıb gülümsəyib, Allah onu həmişə güldürsün. Yaxınlaşıb bir kəlmə xahiş eləməmişəm. Eləməmişəm. İşləyirsinizmi? Amma 9 ayda yatmamışam. Bir dənə də sizə çox vacib detal deyim. Allah rəhmət eləsin, Şəmkirin keçmiş icra başçısı. Sonra kənd təsərrüfatının naziri idi. Nazir müavini idi. Şəxsi münasibətimiz çox yaxşı idi. Bir də gördüm, zəng eləyib ki, mən də Ağdam deyəm, sən nə qardaşsan, mənim qardaşım oğlu hərbidədir, sən mənə deməmsən. Dedim, sən aydın məsələ deyil. İkinci oğlum hərbiyə gedəndə artıq hərbi xidmətin bölgüsünü kompüter aparırdı, sadə dildə. Oğlum sərhəd xidmətinə düşdü. Göndərdilər bu İran sərhəddinə. Nə bildilər, nə başa düşdülərsə, onu oradan çıxartdılar oğlumu 3 aydan sonra səhvləmirəmsə. Şəkə göndərdilər. Üçüncü oğlum biraz əskərliyi gərgin çəkdi. Çünki xaricdən, təhsildən gec qayıtdı. İtaliya Covid'in ən ağır olduğu dövlət idi. Gəldi və xəstə gəldi. Müalicə elətdirmədim. Dedim, geçsin hərbisini çəksin. Getdi 3 ay Gəncədə xidmət elədi. Sonra onu gətirdilər Pereşküşdə. İtaliyada oxuyanda bu Avropa İttifaqının o kosmik sirlərlə bağlı sənədini imzalamış adam idi. O proqramlarda iştirak edirdi, oxuduğu dövrdə. Oxuduğu universitet peş buraxmışdı, o peşin rabitə qrupunun rəhbəri idi. Bunu bilmişdilər, biz özümüz də maraqlıydıq ki, çalışdıq da bilsinlər. Gəncədən onu Pereşküşülə gətirdilər. Pereşküşüdə çox vacib hərbi hissələr var. Mən sivariş göndərdim ki, mən Pereşküşülə oğlumun yanına getsəm, hamı deyəcək ki, frenkəsli imkanı var, oğlun Bakıya saldırıb. Dedim, götürün onu ən ucqar, bu ixtisas üzrə ən ucqar yerə salın. Ermənistan, Gürcistan, Azərbaycanın sərhədində olan rayona hərbi hissəyə saldılar. Oğlumun xidmət elədiyi hərbi hissəyə getmək üçün bir dənə hərbi hissəni keçib, hərbi hissənin içindəki hərbi hissə idi. Əlavə söz danışanmaram. Eşidirsinizmi? Yəni mən və balalarım bacardığımız qədər hərbidə xidmət edir. Maliyyə mənbəyimi soruşurlar. 26 min informasiya mənim Erməniyə, böyük əksəriyyəti Erməniyə, ermənilərə, müəyyən qismi də İrana qarşı. Eləcə də Azərbaycanın digər cari, belə deyək də, əleyhinə gələn dövlətlərə qarşı paylamışam, yazmışam. Məndə 26 min arxivdədir. Dalın da yığıram. 20% də bunların qeyri dillərdədir. Mənim 2001-ci ildən dövlət orqanlarına müntəzəm hər gün, hər ay, hər həftə göndərdiyim materiallar
cüzi izahla 50 cildlik kitabdır. İndi siz Azərbaycan hökumətini bu qədər mi insafsız hesab bilirsiniz ki, mən qədər iş görmüşəm, məni xarici dövlətlərə möhtac eləyəcəkdir? Yox, belə deyil. Bundan da artıq deyə bilmərəm. Halal çörək yemişəm. Öz dövlətimin, öz ölkəmin rəhbərinin çörəyi yemişəm. Və eləcə də ona xidmət eləmişəm. Bugün də özümü xidmət hesab edirəm. Nəfəsim kəsilənə qədər də xidmətdə olacam, fəxrlə xidmətdə olacam. Mənim Türkiyəyə yarınmağımı misal gətiriblər. Mən deyirəm sizə, Türkiyənin məndən ehtiyacı yoxdur. Amma Türkiyə ilə strateji əməkdaşlıq, Türkiyə Araşdırma Mərkəzinə əməkdaşlıq müqaviləsini ilk imzalayan mənəm. Asamla. İkinci addımım Türkiyə Xariclər Naziri region dövlətlərin araşdırma mərkəzləri ilə iş qurmaq istəyirdi. Mən dəvət olundum. Sadəcə bizim Süleyman Şensoy səhv eləmirəmsə. Sadəcə bizim hökumətin, bizim prezident administrasiyasının qərarı var idi ki, yəni mən müəyyən qədər bəzi şeyləri mən bilirdim. Dedilər, o şeyləri bilən adam, o şeylərə icazəsi olan adam ölkədən kənara xüsusi qaydada çıxmalıdır. Biz səni o qaydada çıxarda bilmərik. Sənə mühafizə qoyaq filan feşmən. Bunu eləyə bilmərik. Qolumu qısmı sındırdım, oturdum dövlətimə xidmət eləməklə. Mən bilirəm ki, Türkiyədə mən özüm Erdoğanın baş nazirlərkən Rus dilli MDB məkanı üzrə mətbuat tədqiqatçıları əsasən 2 Azərbaycanlı xanım idi. O qrupun da rəhbəri müstəşar yardımcı Hakan Fidan idi. Eşidirsinizmi? Eşidirsinizmi? Da bundan artıq nə istəyirsiniz? Və o hesaba deyirəm ki, bu günlərdə mənim Türkiyə ilə bağlı mövqeyimi elə o mətbuatdan, bu mətbuatdan oxuya bilərsiniz. Görə bilərsiniz mənim Türkiyə istiqamətində mövqeyim nədir? Mən Türkiyəni indi bu İranın şiəliyə qarşı avanturası fonunda Türkiyəni Erdoğan hökuməti mən xilaskar kimi görürəm. O qaydada da təqdim elədim. Bu indi olmayıb. Aşırı dövründə olan məsələdir. Və yaxud tutaq ki, kimsə İran buna güllə atıb, indi bundan qalan hamı İranın agentidir, İrana qarşı işləyir. Yox. Mənim özümlə bağlı dediklərim istər İran, istər digər tərəfdən, xüsusilə təhlükə məsələsində ən qapalı məsələlərdən biridir. Televizora dalımcan gediblər mənim. Filan kəs. Əli Həsənov prezidentin köməkçisi ilə mənim səsim əşhədlə çıxıb. Məni deməmişəm, amma televizora, mətbuat orqanları Əliyə xəbər çatdırmışdılar. Əli Həsənov dedi, sənin özvə də mühafizə, evvə də, ofisvə də mühafizə qoyulmalıdır. Dedim, yox, mən sərbəst adamam, mənim beynim sərbəst olanda işləyir. Bu səviyyəyə gəlib çatıb. İşləyirsinizmi? Hələ bilmək olmaz, bəlkə də İran elə bu qaydada əlavə indi o deyən adamların özlərindən bəlkə gizli işi var. Nəysə, əziz soydaşlar, mən hesab edeyim ki, yəni İran-Azərbaycan, Azərbaycan mərkəzçilik siyasətində irəliləməni görürəm, addım-addım, yarım addım-addım görürəm. O istiqamətə də gedirik. İranın daxilində Azərbaycana qarşı badaraqları, Azərbaycana qarşı yeni oyunları görürəm. İranın bizim daxilimizdə işə saldığı insanları, mexanizmləri görürəm və mən hesab edirəm, siz də başa düşün ki, bunları tək mən görmürəm. Tək mən görmürəm. İnşallah işimiz uğurla gedəcək. Mən sizə minnətdaram. Yenə Allahın yaratdığı fürsətlə inşallah gələn həftə sizin sərəncamınız deyəm.